Deməli, addım məsələləri. Vaqifin addımı 8, Sabinin addımı 70-dir deyir. Ən yaxın hansı məsafədə hər iki addım deyir üst-üstə düşər. Əkobu tapılır addım məsələlərində. Əslində əkob artıq görsənir. 80-dən 70-in əkobu 560-dır. Onun ki 560 ən kiçik ədəddir, hansı ki 80-ə və 70-ə bölünür. Deməli 80-i ayırırıq, 70-i ayırırıq vuruqlara. Belə də göstərək. 80 bölü 2 42, 22, 10, 2, 5, 5, 1, 70 ayıraq, 2, 35, 5, 7, 7, 1. Deməli 80-i vururuq, yəni ortaqları dairələyək. 80-i vururuq ya buradakı 7-yə dairə olmayan ədədə. Dairə ilə etmədiyimiz, yəni ortaq olmayan ədədə 80 vurur 7 və yaxud 70-i əziz şahidlər vura bilərik burada dairələnməyən ədədlərə. 2, 2, 2 bildiniz. Onsuz da hər iki halda 560 alınacaq cavab. 560 cavab alınır. Bir dənə də yol var hətta burada. Deməli burada 80-70-dən 10-u ortaq vuruq kimi çıxarda bilərsiniz. Qalır əkob 8, 7, 8, 7. 8, 7-nin əkobu 56 ilə qarşılıq sadələtlərdir. 10 vur 56, 560. Yəni nə eləsə 560 alındı. Cavab A, 560 santimetr. A variantı santimetrdə qeyd eləyək buradan.